sonra psikologlar və s. İstivaət nümayəndələri o uşaqları görəndə tanıyacaqlar artıq. Yəni, ən azından buradan eşitdikləri ilə bir fikir formalaşır. Və bu fikirlərin, bu formalaşmış fikirlərin daha çox insana çatması üçün Səadət xanım, Mətanət xanım və digər komanda üzvləri yola çıxırlar. Ki, artıq kistoz fibrozluları itirməyək, onların nəfəs olan. Özümüzün qayıtdıqda, dedim, müxtəlif xəstəxanalar, müxtəlif həkimlər, yuxusuz gecələr, öskürəklə dolu gecələr, hər gecə səhərə qədər evladanın nəfəsini dinləmək ki, səhəri açacaqmı? Hər il yeni yaşını qeyd edəndə sevinmək ki, çox şükür ki, biz bu yaşına da gəlib çıxdıq. Bu bizim üçün böyük bir qəhrəmanlıq oldu ki, bu yaşına da gəlib çıxdıq. Amma yenə də bütün həkimlər müəyyən yaşa qədər yaşaya bilər. Bu olar, bu olmaz və hər həkimə gedəndə ayrı-ayrı diaqnozlar. Hətta elə diaqnozlar ki, ağlasılmaz. Və biz ümidsiz olan bir ailə, ümid olaraq hər bir həkimin verdiyi dərmanları alırıq və verirdik uşağa. Hər birindən də ayrı-ayrı fəsadlar, hər birindən yeni problemlər ki, uşaq artıq geriyə gedir. Müalicələr irəli aparmalı, amma əslində geriyə gedir. Nədir bəs bu? Haradandır? Nəyə görə belə olur? Və biz nəhayət ki, diaqnozu aldıq test ilə, Təbriz şəhərində ilkin diaqnozu aldıq. Amma genetik analiz, bunların heç biri haqqında məlumatımız yoxdur.